Sujetimiz isə bu arada Qarabağa böyük qayıdış prosesi ilə bağlıdır və bilirsiniz ki, böyük qayıdış prosesi mərhələli şəkildə davam edir. Artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurduna qayıdıbdır. Bəs işğal dövründə müvəqqəti məskunlaşma üçün köçkünlərə verilən evlərin aqibəti necə olacaq? Bu və digər məsələlər barədə sujetdə ətraflı məlumat var. İstəyək. İşğaldan azad edilən ərazilərə qayıdışla bağlı dövlət proqramı çərçivəsində köçürülmə prosesi planlı şəkildə həyata keçirilir. Bu mərhələdə əsas diqqət ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin doğma yurda qayıtmasıdır. Köç prosesi mərhələli şəkildə aparılır. Bərpa qrafikinə uyğun olaraq ilk növbədə ən ağır şəraitdə məskunlaşmış keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı təmin edilir. Yataqxanalarda, digər inzibati binalarda, sanatoriyalarda, pansionatlarda, başqa vətəndaşlara məxsus evlərdə, mənzillərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza ilk növbədə önəm verilir. Bugünədək artıq 15 yaşayış məntəqəsindən 5 şəhər və 10 kənd olmaqla 15 yaşayış məntəqəsinə böyük qayıdışa start verilib və Böyük Qayıdış dövlət proqramı çərçivəsində bugünədək 15 minə yaxın keçmiş məcburi köçkün soydaşımızın 3721 ailə öz doğma torpaqlarında yenidən inşa edilmiş və yaxud bərpa edilmiş evlərinə qayıdışı və dayanıqlı məskunlaşdırılması təmin edilmişdir. Təbii ki, növbəti aylarda, illərdə Böyük Qayıdışın coğrafi arealı daha da genişlənəcək və artıq bu yaxınlarda işğaldan azad edilmiş bütün ərazilərimizi əhatə edəcək. Artıq Kəlbəcərdə də hazırlıq gedir, Zəngilan, Qubadlı, Xocavənd, yəni demək olar ki, bütün işğaldan azad edilmiş ərazilərimizə qayıdışa start veriləcək. Bu proses təkcə evlərin inşası ilə məhdudlaşmır. Məktəblər, tibb müəssisələri, sosial infrastruktur da paralel şəkildə qurulur. Məqsəd köçkünlərin yalnız fiziki deyil, sosial və iqtisadi baxımdan da dayanıqlı şəkildə inteqrasiyasını təmin etməkdir. Digər bir məsələ isə məcburi köçkünlərin müvəqqəti yaşaması üçün verilən mənzillərlə bağlıdır. Görəsən bu evlərin aqibəti necə olacaq? O ki qaldı, dövlət tərəfindən müvəqqəti olaraq keçmiş məcburi köçkün soydaşlarımıza kirayə müqaviləsi əsasında verilən mənzillərə, həmin mənzillərdən də artıq Qarabağa, Şərqi Zəngəzur iqtisadi rayonlarına köçən keçmiş köçkün soydaşlarımız mövcuddur və həmin evlər, mənzillər təbii ki, boşaldıqdan sonra digər ağır şəraitdə olan keçmiş məcburi köçkün soydaşlarımıza, ilk növbədə şəhid ailələrimizə, qazilərimizə, vətən müharibəsi əllərinə verilməkdədir. Xatırladaq ki, Prezident İlham Əliyev 2027-2030-cu illərdəki sosial inkişaf strategiyasının və böyük qayıdışa dair ikinci dövlət proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Ruhiyyə Balakişiyeva, Fərid Məmmədov.